də istifadə oluna bilər. Əməkdaşlarımız mövzusunu araşdırıb izləyək. Novruzun əsas atributlarından biri də boyanmış yumurtalardır. Bu yumurtalar həm estetik görünüşü, həm də simvolik mənası ilə diqqət çəkir. Lakin bəzi hallarda boyanmış yumurtalar günlərlə saxlanıldıqdan sonra istifadə edilir və ya papaq atlı zamanı hədiyyə qismində qoyulur ki, bu da qida təhlükəsizliyi baxımından ciddi risk yaradır. Mütəxəssislər bildirir ki, yumurtaların düzgün saxlanılmaması zəhərlənmə hallarına gətirib çıxardır. Xüsusilə bir neçə gün otaq temperaturunda qalan və ya gigiyenik şəraitdə qorunmayan yumurtalar bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Bu isə ən çox salmonella adlanan infeksiya riskini artırır. Bəzi zəhərlənmələr adətən ürək bulanma, qusma, qarın ağrısı və ishal kimi əlamətlərlə özünü göstərir. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün risk daha yüksək hesab olunur. Boyanmış yumurtaların istifadə olunan boyaların tərkibi önəmlidir. Təbii boyalardan istifadə olunarsa, bunun heç bir əlbəttə ki, boya tərəfdən zərəri olmaz. Yox, kimyəvi maddələrdən istifadə olunarsa, artıq bu insan sağlamlığına ciddi təsir göstərər. Bu yumurtaların hazırlanması önəmlidir ki, belə ki, əgər tam qaynadılmış formada olmazsa, az bişmiş formada, az qaynadılmış formada olarsa, bu da insan sağlamlığına təsir göstərər. Əgər qabığında çart varsa və yaxud da hər hansı bir zədələnmə varsa da, bu da insan sağlamlığına ciddi şəkildə mənfi təsir göstərər. Mütəxəssislər bildirir ki, yumurtalar boyanmadan əvvəl mütləq şəkildə yuyulmalı və tam bişirilməlidir. Yumurtaların boyanması üçün ən təhlükəsiz üsullardan biri təbii boyalardan istifadədir. Məsələn, soğan qabığı yumurtaya qəhvəyi qırmızı rəng verir. Çuğundur, çəhrayı tonlar yaradır. Bu üsullar həm sağlamlıq baxımından təhlükəsizdir, həm də kimyəvi maddələrdən uzaqdır. Əgər qida boyalarından istifadə olunursa, onların mütləq qida üçün nəzərdə tutulduğuna diqqət edilməlidir. Boyama prosesi başa çatdıqdan sonra yumurtalar otaq temperaturunda uzun müddət saxlanılmamalı. Mümkün qədər tez soyuducuya yerləşdirilməlidir. Bir çox mənşəyi bəlli olmayan yerlərdən alınan sintetik mənşəli boyalar, eləcə də bu boyaları hazırlayarkən yumurtaların qabığı məsaməli olduğu üçün bəzən onun daxilinə nüfuz etməsi sağlamlıqda müxtəlif fəsadlar törədə bilər. Əgər sintetik boyadan istifadə olunacaqsa, bu zamanda onun keyfiyyət sertifikatının olmasına, qida üçün uyğun olmasına da diqqət olunsun. Boyanmış yumurtalar otaq temperaturunda 2 saatdan çox saxlanılmalıdır, əgər yeyiləcəksə. Beləliklə boyanmış yumurtalar